Bu kitab niyə bu qədər populyar deyil? Deməli belə, bugün sizə Leonid Andreyevin Qızıl Qafqasından danışacağım. Ümumiyyətlə, Leonid Andreyevlə ilk tanışlığımız Şeytanın Günlüyü kitabı ilə olub və mən kitabı oxuyanda düşündüm ki, müəllif niyə populyarlaşmayıb da. Həqiqətən araşdırmalarımda da baxdım, gördüm ki, ümumiyyətcə Rus ədəbiyyatında da olsun, Avropada da olsun, arxada qalan bir müəllif kimidir. Halbuki digər müəlliflərdən qat-qat yaxşı əsərlər ortaya çıxarır. İnsan duyğuları, xisləti, acısı, izdirabı, bunları çox qəşəng təsvir edir. Ümumiyyətlə, Leonid Andreyev oxuyanda mən bir şey hiss edirdim ki, hətta tövsiyə elədiyim zaman dostlarımdan, ətrafımdan aldığım reaksiya da bu olub. Kitabın ümumi bir ağırlığı var. Bu cümləni adətən Master və Margarita üçün səsləndirirlər ki, o oxuduğu ərəfədə neqativ şeylər baş verir, hadisələr baş verir filan. Kitabda çox qəribə bir ab-ı hava var, sanki sənin üstündə ağırlıq hiss edirsən. Bu kitab oxuyub da çox yaxşı kitab idi, çox qəşəng kitab idi deyə biləcəyiniz bir kitab deyil, təəssüf ki. Ümumiyyətcə, müəllifin qələmi bu tərzdir. Onun yazdığı əsərlər sizi daha da düşündürür, daha da əzab çəkməyə sövq edir. Yəni, çox həssas səhnələr olan, çox həssas yerlərə toxunan bir müəllifdir. Bundan dolayı mən düşünmüşdüm ki, niyə bəs Leonid Andreyev bu qədər populyarlaşmayıb, bu qədər məşhur deyil. Hətta Azərbaycan dilində təkcə səhv eləmirəmsə Yahuda İskaryot kitabı mövcuddur. Və özümə missiya olaraq görürəm ki, Leonid Andreyevin kitablarını yəni təbliğ edəcəm və populyarlaşdıracağam. Gələk kitaba. Kitabdan bəhs eləmək istəyirəm. Kitabın adı Qızıl Qafqadır. Kitab Yapon-Rus müharibəsində baş verən hadisələri ələ alıb. İki qardaşımız var. Biri zabitdir, digəri isə evində, ailəsinin yanındadır. Yəni müharibənin iki üzünü bizə göstərir əslində baş verən hadisələrlə, ifadə elədiyi fikirlərlə. Birinci qardaş zabit olandan danışım sizə. O kitabda o səhnələri təsəvvürü, onun çarəsizliyi, yəni çox qəşəng izah edib. Bir hadisə var orada. Onlar çox susuyurlar və 2-3 gündə artıq yol gedirlər. O qədər susuyurlar ki, aralarında kimsə özündən gedir, düşür. Yəni tab gətirə bilmir. Amma əsgərlərin davam eləmək düşüncəsindən onlar onları tapdalayıb keçir. Çünki onların suya ehtiyacı var, onları qaldırmağa, yaxud gözləməyə imkanları yoxdur. Bu səhnə məni o qədər necə deyim, təsir eləmişdi, qüssələndirmişdi. Yəni bu oxunur, yəni müəllif o hissləri birə-bir insana keçirməyi bacarır. O ifadə vasitəsi möhtəşəmdir. Bəzən bizdə də belə bir fikir var. Yəni insanın əzab çəkməyindənsə ölməyi daha yaxşı kimi görürük. Burada da elə bir nüans var əslində. Bu zabit ayağını itirir və ailəsinin yanına qayıdır. Amma artıq orada heç bir funksiyası olmayan bir insana çevrilir. Və başlayır ağlını itirməyə. Müəllif bizim qarşımıza iki sual qoyur. Əslində, həqiqətən dəli kimdir? Bu müharibəni gördüyü halda yaşamağa davam edənlərmi, yoxsa müharibədə olanları həzm edə bilməyənlərmi dəlidir? Yəni, əslində, bu da məni düşündürən bir sualdır. Yəni, həqiqətən özümə vermişəm. Bəzən özümüz də bu situasiyanı hiss edirik. Bizə gələn çarəsizlik hissi və o çarəsizlik hissinin arxasında görməzdən gəlməyə çalışmağımız falan. Burada insan düşünür ki, həqiqətən insan olmaq belə bir şeydirmi? Yaxud həqiqətən nə eləməliyəm, yaxud nə eləməməliyəm. Bəzən bəzi şeylər əlimizdə olmur və bu bizə çarəsizlik hissini gətirib çıxarır. Kitab həqiqətən möhtəşəm kitabdır. Oxuyanlardan da yaxşı geri dönüşləri almışam, tövsiyə edədiyim bir kitabdır. Ümumiyyətlə, Leonid Andreyev özü də məni tanıyanlar bilir, onu qeyd edeyim ki, mənim intihar eləmiş yazarlara qarşı xüsusi bir marağım, daha da marağım var belə deyək. Leonid Andreyev də intihar edib, hətta onun bir mistik müəllif kimi tanıyırlar Rusiyada. Mənə də maraqlıdır həqiqətən, yəni o şeyləri insana çatdırmaq üçün, birinci mənə elə gəlir, bir şey bir insana çatdırmaq üçün o ağrını çəkməlisən. Leonid Andreyev hər zərrəsində bu ağrını çəkib və ehtimal ki, onun intiharına səbəb olan şeylərdən elə biri də bu olur. Düşündüyü şeyləri yaşamalı. Video bu qədərdir. Özünüzdən müğayət olun. Rəylərdə görüşək. Fikirləriniz maraqlıdır. Bəs açığı mən rastlaşmamışam, amma bilmək istəyərdim siz bu kitabı oxumusunuz.